Bu gün yox prosta, amma sabah da dərsimiz olacaq da, onda baxarıq da olar. Heç nə problem deyil. Hə, heç nə. Deməli, deməli nədən başlayırıq? Keçən dəfəki dərslərdə indi mən fikir verdim. Məsələn, rol falan hamısı statik idi də. Girib buradan əlavə eləyirik. Rol da user də buradan əlavə eləyəcəiz. Rolu buradan əlavə eləyəcəiz daha doğrusu. Login olurdu, user həmən rol gəlib düşürdü. Rola görə gəlib düşürdü bura. İndi nə edəcəyik biz? Biz elə eləyəcəyik ki, bu gün bizim yaratdığımız biz rolu saytdan yaradacağıq. Saytdan yaradacağıq. Avtomatik gəlib SQL-də düşəcək rollar. Mən nə edirik? Gəlirik bir dənə qovluq yaradırıq. Adını qoyaq Inams. Inams bilirsiniz də nədir? Inam. Keçən dəfə izah eləmişdim onu. Bəli. Ha. Bir dənə klass yarada, adını qoyaq, məsələn rol. Rol adında bir dənə klassımız yaradıraq. Bunu eləyək Inam. Deməli bizdə hansı rollar idi? Admin, sonra nə var idi? Bir dəqiqə. Admin, teacher və user-də. Ha, teacher. Bir dəqiqə bunu sıfırdan başladım. Sıfır. Bir də user. User deyəndə Mənim bu sıfır təzədir, yəni. yoxsa təzə deyil. Necə? Bu fayl təzədir yoxsa? Necə fayldır? Nə fayldır? Bu school system kodu var. Yo, bu sizin yazdığınız proyektdir. Onun eyni proyektin üstündə işləyir. Hə, oldu. Eyni proyekt yəni. Prosta onun üstündə bəzi dəyişikliklər, yəni bayaq dediyim kimi burada siz rolları burada gəlib əlindən yazırdınız. Mən indi eləyəcəm ki, rollar əlinə yazmayaq da, o uzun məsələdir. Ha, nəysə inam yaratdıq. İnamda nə yazdıq? Mən admin, teacher, bir də student rollarında olacaq. Rol adında bir dənə inam yaratdıq. Sonra nə etməliyik? Role extension yazmalıyıq indi. Role extension niyə yazırıq? İndi izah edeyim onu sizə. Role extensionu biz eee belə deyim, rolları almaq üçün, belə rol dediksə, rolları almaq üçün yazırıq. Biz indi başa düşəsiz yazdıqsa. Extensions. Aha. Belə bura bir dənə də class yaradaq. Adını qoyaq. Role extensions. Bunu eləyək static class. Static class. Aha. Bir dəqiqə gəlir. Bir dəqiqə. Oldu mənim. Ha. Ne oynatacağız? Film yani. Vallahi basıyorum. Film vallahi film yani. Gedi oynatır. Vallahi film yani. Sen fişleri ders yazabilir yani. Kesin oynatır film yani. Film yani ne kadar? Hı? Ses. Mesela. Ne dedi 5.5 yıl Türkiye. Get diyorum. Get. Ne yönetiyor sence? Ben Jet'te tez olacak. Ha geldim. Özür dilerim. Bir ikinci var problemiydi. Ha. Yani neydi? Biz burada extension içinde metod yaratmalıyıq. Yarattığımız metodda bize rolları verecek. Aha yazar. Bir dakika inanın adı ne koydum ben burada? Rol yazdım. Gördün bir tane bunu değişmeliyim. Roles eləyim. Çünkü o biraz problem yaratır. Adi rol adları bazen. Roles eləyək bunu. Aha yazı bura. Aha. Deməli bir dənə metod yaradırıq. Statik klasın içində statik metod yaratmalıyıq. Bu C Sharp'ın fundamental biliklərindən biridir ki, statik klasın içində statik metod yaratmalıyıq. Public static string adını qoyaq get role.
Aha. Bunun body'sinde static metoda dis yazırdıq. Yazıda gəlirdi static metodunu yazırdıq. Roles şeyindən elə bil ki, inamından bizə rollar gələcək. Bunu izah eləyir bu. Bizə rollar gələcək. Bunu belə eləyirik. Aha, sonra return yazmalıyıq. Çünki biz burada bildirmişik. Bu void deyil də biz nəsə geri qaytarmalıyıq. Return roles switch dəyişməyə görə. Baxın bir dəqiqə bu niyə belədir? Aha, dəyişməyə görə. İndi roles adında bizim inamımızdan gələn admin rolunu dəyişirik. Name of. Yəni bunun adını götürəcək. Biz burada nədir? Burada tema. Bu izah edeyim sizə. Name of'dur, type of'dur. Bunlar casting şeyləri. Məsələn, mən burada inamda. Görürsüz burada inamda admin qabağında 0 yazmışam. Bitwise operatorlarından istifadə etmişəm. Bitwise yox əslində. Belə deyim də, yəni necə deyim? Elə bil ki, bir dənə inam yaratmışam. Bu list kimidir. Bunun da içində admin, teacher, student var. Bunlar da onun indekslərdir. Bu formada yazanda, roles admin yazanda o indeksi götür, amma bizə adı lazımdır. Ona görə switch yazmışam ki, orada dəyişsin. Sonra yenə yazıram roles, o birisi metod şeylər götürməyə. Məsələn, student, yenə eyni şəkildə roles olsun teacher. Yenə eyni şəkildə. Burada nöqtə vergülümüzü qoyaq. Всё. Role extensionımız hazır. Sonra nə edirik? Sonra keçirik. Bayaq dedim axı sizə ki, rol yaratmaq üçün metod yazacağıq. Rol yaratmaq üçün metodu necə yazacağam? Burada kontrolları açıram. Account controller'a keçirəm. Burada məsələn, tutaq ki, elə bu arada yazaq da. Bu arada yazaq ki, bura bir dənə metod yazaq. Yazaq ki, məsələn, public async olsun metodumuz. Task action result. Adını qoyaq role metodumuzun adı. Belə eləyək. Aha. Deməli sonra nə edirik? Yazırıq biz belə deyim. İnam yazmışdıq. İnam bayaq demişsə list kimi fikirləşin. List olanda onun içində fırlanmaq üçün nə edirdik? Nə yazırdıq? For each yazırdıq. Burada eyni şəkildə yazıram for each. Rows yox. İnamımızın adını yazaq. Rows. Item. Bir dəqiqə zəng gəlir mənə. Alo. Bəli. Sağ ol, sətər. Evdəyim abi. Abi mən iftara çağırıb efərdən. Oldu, sağ ol. Hə, Rava mənim çağırıb onu. Oldu, sağ ol. Hə, üzr sayın, gəldim. Aha, deməli, nə yazdıq? For each yazdıq, item'i yazdıq. Aha. İndi biz item yazandan sonra normal for each qaydası da, yəni get values, value'ları götürmək üçün yenə də bayaq dediyim bu çevirmələr type of yazdırıb. Bayaq name of yazmışdı adını götürmək üçün. Bu dəfə tipin götürürük. Yenə də roles inamın adını. Aha, bir dənə də burada da qoyaq bura. Güzel. Sonra bunun skopunu açaq, fortune skopunu. Aha, nə yazırıq? Deməli, metodumuz async metod olduğuna görə await yazmalıyıq. Await altdan xətt role manager nöqtə create async new zero identity role mötərizə item nöqtə get role metodu. Get role metodu. Aha, burada gəldi. Baxın. Bayaq metod yazdım, yaratdım. Belə deyək. Extension'da. İndi burada nöqtə vericimizi qoyuruq. Всё. Bir dənə də bizdə taskdır deyə return yazırıq. Return ok. Ok niyə yazdım? Ok niyə yazdım, onu izah edeyim. Belə deyim. Baxın, məsələn, bu proyekti mən elədik.
Proyektin analiyi. Bir dəqiqə gözlə run olsun. Aha. Aha. Məsələn burada tutaq ki, məsələn hansı deyim? Tutaq ki, ev var. Evə girdik. Burada bizdə şəkillər var. Yox, kurslarda aid də şəkillər. Hə. Bura girib məsələn mən reklama basanda orada biz redirect to action detail yazmışıq deyə, detail yazmışıq deyə. Avtom avtomatik olaraq bizə bu səhifəyə atır. Biz burada ok yazırıq deyə. Məsələn mən burada return ok yazdım. Məsələn burada bir dəqiqə, hə, məsələn yazmışam ki, index o. Register olanda bizi redirect to action eləsin, indeks eləsin, home'un indeksə göndərsin. Burada return ok deyirik, yəni bizi əgər işlədisə, rollar yarandısa, şudan yəni ok bu qədər yəni. Bu indi göstərəcəm. Kontrol olan nə idi? Account, aha. İndi bunu necə yaradırıq? Bunu deyim sizə. Bura bir dəqiqə keçeyim. Bura bir dənə slash atıram. Account yazaq bunu. Account bunu bir dənə rol eləyək. Aha, vsyo. Belə gəldisə, ağ gəldisə belə. Deməli okdur, yarandı. Keçək bir dənə SQL-ə. Bu hani bu? Bu idi, hə bu idi. Bunu bir dənə select eləyək. Rollarımız yarandı, gəlib bura düşməlidir. Aha, baxın. ID-də verdi guid olaraq. Name verdi, baxın. Teacher, student, admin. Avtomatik bütün rolları yaratdıq buradan. Yəni bir də gəlib SQL-də burada statik olaraq yazmağa ehtiyac yoxdur. Buradan yaratdıq. Hər dəfə məsələn tutaq ki, mən yeni rol əlavə eləmək istəyirəm. Gəlirəm bura, bir dənə də yazıram tutaq ki, moderator. Sonra role extension-a gəlib burada yenə name of-la çevirirəm. Sonra yenə eyni şəkildə account slash bir də role yazıram. Vsyo, avtomatik yenə gedir düşür SQL-ə. İndi məsələ nədir? Belə deyək. Biz bunu yaratdıq. Məsələn, hər proyektdə demək olar hamısında məsələn sayt yazırsan, məsələn, saytların hamısında nə olur? Admin panel olur. Admin panelə də ancaq admin girə bilər. Çünki ə, məsələn deyim, bir userə admin panelə girməyi o saytın yəni problemli olmağından yana gəlir. İndi onu necə yaradacağıq, onu izah edeyim. Deməli, yenə extension-a keçirik bura extension-a. Extension keçib seed data extension deyə bir metod var. Bu nə işə yarayır? Onu izah edəcəm indi. Seed data extension bizə imkan verir ki, biz proyekti run eləyən moment, məsələn, indi proyekt run elədik. Sonra rol həmən slashlə yazdı, avtomatik yarandı. Amma bizə seed data extension onu verir ki bizə. Biz seed data yazandan sonra proyekti run eləyən kimi avtomatik olaraq admin useri yaranır. Admin useri yaranır. İndi necə olacaq onu deyim. Məsələn, admin useri sonradan yaratmaq olmur. Çünki indi bir dənə bu klası yaradım şey eləyəcəm. Seed data extension. Aha. Seed data extension. Bunda static class. Yenə eyni şəkildə başlayırıq metodu yazmağa. Aha. İndi bunu deyim ki, niyə bunu yazırıq biz? Məsələn, biz account controller'a keçək. Tutalım ki, registrə keçək. Baxın. Registrə baxırıq. Bir adam registr olanda ya teacher ola bilər, ya da student ola bilər. Başqa şey ola bilməz. Ona görə deməli bizə admini əvvəlcədən yaratmaq lazımdır da. Yəni admin login olmalı və yaxud da registr olmalı deyil. Biz bunu proyektin özündən eləməliyik. Proyekti run eləyən kimi də avtomatik olaraq şey olmalıdır. Admin user yaranmalıdır. Nəysə yazaq. Public static. Bu səfər void olacaq. Geriyə heç nə qaytarmasın. Use user seed. Yenə də static metod olduğuna görə this I application builder app sıra. Yenə bunun skopunu açaq bağlayaq. Aha. İndi nə yazırıq? Using var scope bərabərdir app nöqtə application service da nöqtə read scope.
Grid scope. Yeni bir scope yarat. Aha. Yazar. Var. Alttan xətt. Rol ne oldu? Rol menajeri yoksa neydi? Neyse böyle yazar. Rol menajer. Böyle yazar. Böyle italyan menajer. Rol menajer. Beraberdi. Scope. Scope yarattılar biz burada. Scope. Service provider. Sonra necəydi? Get. Get böyle bir şey olmalıydı. Get. Required. Sana get required service. Sonra bu jenerik olmalıdır. Jenerik olduğuna göre biz burada role manager yazırıq. Role manager. Role manager özü jenerikdir. Bunun içində də identity role saxlayırıq. E, identity role. Aha. Identity role. Sonra scope'u yarattı. Scope'u yarattı. Scope'dan da service provider yarattı. Sonra ne inirik? Role manager değil, sonra user manager lazım. Çünkü biz user bir adası yazdık. Yani yazı alttan kat user manager şimdi bir dakika. Manager beraberdi scope nokta service provider get required service burada da bu jenerik olduğuna göre içinde bir şey talep edilir user manager bu da jenerikti identity user ama biz identity üzerinden isteyeyim. Identity üzerinden ama bura diye user klası var idi burada. Bir dakika. User klası app user yazdı. Ben. Neyse bu app user eləyək. Çünkü bize app user lazım. App user eləyək. App user eləyək. Belə daha yaxşı. Aha. Bundan sonra nə edirik? Create role. Create roles. Örtəzə. Altdan xətt. Role manager. Nokta. Wait. Bir dakika. Wait. Wait. Ee, Bunu yapalım ya. Şey. Aha. Tapmadı. Hmm. Bu ne problem oldu şey. Hmm. Yega bu gelmeliydi. Aha, Crit Rolls niye gelmedi? Crit Rolls niye gelmedi? Crit Rolls. Bu niye gelmedi şey? Niye gelmedi bu? Bir dakika bunu saklayayım. Heh. Deməli, bu metodlar niyə burada işləmir? Çünki mən bu create roles, bir də create user metodları yaratmalıyam ki, bunlar işləsin də. Mən səhv elədim, üzrlü sayın. Nəysə. Deməli, nə edirik? Bunu yazdıq, skopumuzu yaratdıq, sonra user manager, role manager bunları həll elədik. Bunu da belə eləyim, səliqəli görsənsin. Aha, create roles metodu necə olur? Yazırıq bura. Yenə role manager, eyni şəkildə role manager. Identity role manager. İşte bu qədər. Belirleyək. Bunu belirleyək. Aha. Bunu belə eləyim ya qalsın eləyində də. Adlandırma belə eləyirəm mən həmişə. Belə daha rahat gəlir mənə. If mötərizə açıldı. Await çünki async metoddur. Altdan xətt role manager. Role managerdən role'su götürməliyik. Yaratdığımız inamı. İnam da any async. Any async. Any async. Mötərizəsini aç bağla. Hava bas. Kafa at. Aha. Yenə də eyni şəkildə for açırıq. Niyə for açırıq? Bayaq onu izah elədim. Çünki bizim o yaratdığımız həmən inam list kimi fikirləşin. Onların hamısı bir indeksi var. İnam. Yenə eyni şəkildə bayaq get values type of tipini götürürük. Mürtəzə ad roles. Aha. Ee,
Aha, bu niye işlemedi? Bu bir tane göz indele. Aha, все. Все. For için de scope'unu at. İçinde yaz yine await. Await. Alttan kat role manager. Create async. Create async. New. Identity role. Identity role. Mörteze içinde item. Nokta get role. Mörtezesine as bağla. Noktaları verilir. Aha. Demek burada neyi ne değil? Bakın. Birincisi user bir tane class yarattık. Static class. İçinde de metodlarımız var. Public static metod, bir de private static metod. Birincide user'in seed'ini yarattık. Yani toxumu yaradırıq ki, istifadəsinin toxumu necə olacaq. İşte burada scope-dan yaradırıq bunu. Sonra nə edirik? Sonra e, belə deyim, rolu yaratmalıyıq. Rolu yaratmalıyıq. İndi məsələn baxın burada create roles. E, bunu belə role manager belə nöqtə wait. Wait. Aha. Bu arada wait yani şeydi. Burada mesela şey de koyma olur. Tak ki 5 dəqiqə sonra 5 dəqiqə gözlə falan belə bir şeydi yəni belə bir metod. Bundan sonraki isə paid user'dir. Onun da bitir. Rol yarattık. Rol yaradandan sonra user'de yaratmalıyıq. Private yəni static async task create user yine aynı şekilde user manager aha. Sonra yine user, daha doğrusu ve app user'i daha da app user. Bunu da burada değiş app user diye. Kontrol V. Aha. App user sonra da body'ni tamamlamak için user manager. Burada bir tane alttan xətt qoyaq. User manager. Skopumuzu açaq bağlayaq. Aha. Yine if şərt yazırıq. If e, burada verib özü. Bura bir tane nida koymak lazımdı. Aha, nida koymak. Users any async sonra ne etməliyik? Bunu eləyək. Bu nədir indi burada deyim sizə. Elə bil ki, biz burada bunu deyirik ki, bizim həmən yaratdığımız userin normalized username-i nəyə bərabər olmalıdır onu göstəririk. Bunu adminə bərabər elə. Adminə bərabər elə. Buradan da bir dənə scope at. Buradan da scope at. Aha. Deməli app user bərabərdir new user new app user daha doğrusu app user. Ben hep şu user yazıyorum diye karıştırdım bunu. Neyse. Deməli userin nöqtə username'i olsun ne olsun? Belə eləyək, admin olsun. Admin. Username olsun admin. User nöqtə email olsun admin bax yazaq at gmail.com. Username yazdık, mail yazdık, full name yazaq. User nöqtə full name. Aha. Bu da olsun admin. Başka ne olacaq? Aha. Sonra rolu verməliyik. String role. String role. Neyləməliyik? Bayaq o name of-la type of-un fərqi belə idi də. Name of. Type of elə bil ki, o tipi götürür. Name of adını götürdü belə deyim. Roles nöqtə admin. Yəni bizdə burada ID-ni götürməyəcək də bunu deyim. Adını götürəcək. ID deyəndə yəni indeksi. Evet, user manager, create async user. Filanı da burada belə qoyuruq. Bura basaq, bir dənə belə eləyək. Qoyaq şifrəni admin. Bir dənə belə. Deyəsən 8 dənə belə eləyək də, belə eləyək. Aha. Bunu yazdık. Bir dənə rəqəm də lazım idi. Deyəsən belə eləyək. Evet. Yok. Evet.
Eee, user manager yenə də eyni şəkildə, amma belə yox. Rolu əlavə eləməliyik axı. Add to role async user role. Aha, bu qədər. İndi bunun işləməsi üçün proqram CS gəlib, proqram. Burada bu bir dənə kodu bir yüngül var, izah edeyim ki, burada nədir də tema. Baxın, birinci biz dediyim kimi userin toxumunu yaratdıq. Application service'dən gələn bizə create scope metodu ilə userin toxumunu yaratdıq. Sonra gəldik. Skoplarımızı yaratdıq. Sonra keçirik burada biz rol yaratmaq üçün, rolları yaratmaq üçün. Bir də istifadəçisini yaratmaq üçün. İstifadəçinin də burada şifrəsidir, nə bilim nədir, hər şeyi burada veririk. İndi bunun amma işləməsi üçün biz proqram CS-də bunu bildirməliyik. Gəlirik proqram CS-ə, bu arada yazdığımız xiyal nə idi? Bunu kopyalayım bir dənə. Aha. Proqram CS-ə gəlirəm. Burada bu app söhbətləri var, app söhbətləri. Burada gəlib yazıram məsələn app.use user seed. Aha. Belə yazırıq, nöqtə vericini qoyuruq, vsyo. Bu qədər. İndi mən bunu run eləyən kimi bu gedib SQL-ə admin user əlavə eləyəcək. Bir də run eləyək. Aha. Problemsiz işlədi. İndi baxaq userlərimizə. Speed.net users. Bunu select elə. Düşmədi. Niyə düşmədi? Bir dəqiqə. Niyə düşmədi ki? Hmm. Bir dəqiqə ola bilsin. Bir də run eləyək bir dənə. Hmm. Niyə düşmədi ki bu? Problem də yoxdur axı. Error da çıxır. Nəyə əksik yazmışam ki, mən hardasa? Nəyə əksik yazmışam? Baxaq bir dənə buna. Ola bilsin, buna görə olub. Bir dəqiqə. Entity hardaydı? Entity app user. Identity user'dən miras alır. Seed extension. App user. App user. Yine eyni şəkildə eləmişəm yalnız. App user ondan miras alırsa gətirməlidir. Bir dənə bunu saxlayaq. Vaxt getməsin uzaq. Aha. Deməli problem nəyim? Problem deyilmiş əslində. Diqqətsiz eləmişəm burada. Bu create user metodunu bu yaratdığımız user seed metodu, yəni toxum metodunda bildirməmişəm deyə bu create user metodu avtomatik olaraq üzə yaranmırdı. Ona görə problem çıxarırdı. Heç nə, həll oldu. Əsas idi ki, həll oldu. Sonra neyniyək? Mən buradan çıxım bir dənə. Sonra neyniyək? Deməli, bu arada gördünüz də hər şeyi. Hə? Bəli, bəli. Bunu özünüz də evdə təşkil eləyərsiniz, bu yazarsınız. Belə lazım olsa əzbərləyərsiniz. Çünki mən də bu çox yerə əzbərləmişəm. Çox yazmışam deyə əzbərləmişəm.
Böyle bir şey yoktu aslında istediğim şey. Neyse indi bir tane şeyliye, bir tane buradan eləyim. Run eləyim sonra admin olarak login olum. Bura login ola. Giriyor. Login var. Daxil olun. İşləyir bu, hə işləyir. Gəlin bura. İstifadəçi adı, username, admin, kopyala. Buraya yapıştır. Şifredəki o idi ki, admin var. Aha baxın. Login oldu. Şey, işlədi. Bu qədər. İndi bir şey göstərim. Bunu da xırda göstərim. Onsuz da belə ki bir 10 dəqiqəmiz falan var da. Bu da göstərim. Deməli, indi bu bayaqdan danışırıq admin, nə bilim nə. Bu admin. Yaxşı bu admin panelinə necə gələcək onu göstərim sizə. Deməli gəlirik bura. Bunun üstünə basırıq. Buradan adı seçirik. New scaffold item. Bunu basırıq. Burada MVC araya basırıq. Bu biraz gecə olur. Adın qoyaq. Admin qoyaq. Admin. Add eləyək. Add eləyək. Bunu da elə belə göstərim. Aha. Yarandı. İndi bunu. Baxın. Burada sizə bir dənə qovluq yaratdı. Araya yaz. Adminin öz kontrollerləri, modelləri, view'ları falan nə var isə adminə aid. Burada yaradırıq. İndi indi yenə bunu kontrolları yaradım. Adın qoyaq. Şey, yenə ad controller empty olsun. Adın bunu home eləməyək. Dashboard eləyək. Dashboard controller. İçində index metodu var. Bunu view'u yaradaq. Add view, razor view. Bunu view'u yarat. View'sunu yarattım. Şimdi burada gəlib program CS'də bunu bildirməliyik. Bunu buradan getirin. Deməli, program CS'ci. Burada bir dənə şey atmaq lazım. Burada daha doğrusu bir dəqiqə. App neydi bunun adı? Map controller, endpoint yok daha doğrusu. App map controller. Bunu götürün buradan kopyalayayım. Bunu götür buraya. Nokta app. Yok. Buraya gel. App. Nokta. Bunu da yapıştır buraya. Bir dəqiqə. Belə olmayacaq. Gözüm belə eləyək. Map controller. Belə bunu götür buradan. Böyle yapıştır. Bunu sil. Bunu sil. Burada bir dənə vergül qat. Bunu sil. Böyle olmuyor şu bu. Yok, problem olmuş orada. Ne vergül attım. Ama yok böyle olmayacak yani. Yok böyle değildi. Bunu kopyala bir tane. Bunu yine kopyala. Bunu usta lazım olacak. İşte buna kontrol X'e. Vergül sil buradan. Bundan bir tane yarada. Ya böyle olmuş işlemler. Bunu kopyala. Burada yarat. Yarada. Bunun adını dəyişək. Həmən bunun için dəyişək. Həmən şeyə belə eləyək. Bunu sileyim. Bunu da sileyim. Hə. Şu.
Şimdi bunu da adını değişip yok bu niye böyle oldu? Neyse böyle yazak da adını yazak böyle araya yaz. Controller olsun dashboard. Dashboard. Board. Action olsun index. Ama bura şey yazmak lazım ne? Hmm, böyle bir şey olmalıydı burada. Bir tane de bu scope'tan açsak. Araya. Araya. Koşu nokta exist. 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 Hmm. Index'te oldu. Controller verdiği. Action'da verdiği. ID'ne verdiği. Belə olanda işləməlidir. Belə olanda işləməlidir. Sonra ne var idi? Burada dashboard controller geldi. Bunu elədi. İndi burada bildirməliydik. Bunu bildirməliydik. Bunu da bildirəndən sonra view'unu yaratdıq. Burada nəyi bildirməliydik onu diyeyim. Burada yəni şeyi bildirməliyik də. Araya adını bildirməliyik burada. Ümumiyyətlə burada yaratdığımız bütün kontrollerlarda bunu bildirilməsə o kontroller arayadan sayılmır da belə deyək. Admin, admin. Aha. İndi hmm, index indi bu dəqiqə işləməlidir. Bir daha run eləyək. Run oldu. Yoxsa olmadı. Oldu. Aha, bir dənə bura gələk. Dashboard. Aa işləməyibmiş. Problem var. Problem var imiş. Nədir problem? Aha. Nəsə var. Bir dənə bunu bağlayaq. Program CS. Aç bunu. Controller dashboard. Dashboard. Bunu da böyle yapalım. Dashboard. Controller dashboard. Başka ne var ki burada? Pattern yazmışıq. App controller zaten onu da yazmışam. App controller söhbəti. Action index. Bu niye böyle oldu ki? Neyse bunu bir yana ranleyeyim. İşlemel dindi. Ben de çünkü ben burada bunu bazı yazmışım diye problem çıktı. Büyük ihtimal. Aha yine problem çıktı. Neyse bunu atıp bir yana biz activity'ye. Root yaradan da problem çıkarır. Geç buradan Gemini'ye. Ayda ha. Slash'ı koymuş. Все. Dashboard. Bir de şey adı neydi? Admin. Admin yok aslında. Index yazaq. Index. Aslında belə işləmir. Bu bura bir dənə belə eləyəndə işləməlidir. Admin. Hop. Neyse niye proxy gəlir? Error yoxsa proxy gəlir? Ha, все. İşlədi.
Admin paneli açıldı. Gələn səfərlərdə elə eləyəcəyik ki, buradan girib login olan kimi admin avtomatik olaraq admin panelə keçsin. Belə eləyəcəyik, bunu yazacağıq. Yəni loqaut olacaq. Müəllim, Bəli, siz bu proyekti ata bilərsiniz. Ya GitHub-a göndərə bilərsiniz. göndərirəm mən problem yox. Bu SQL serverdə eləmək olur da deyəsən. Necə? Bu SQL serverdə göndərmək olur da GitHub-a deyəsən. SQL-də heç eləməmişəm ki onsuz da. Bir dənə kod dayadır. Bundan sonra SQL-ə heç əlavə eləyəsi deyilik. SQL-in özündən. Hər şeyi admin panelinə əlavə eləyəcəyik. Ha, oldu. Prosta özünüz evdə SQL serverdə əgər rol falan əlavə eləmisinizsə, onları silin. Onları silin. İstəyirsiniz lap bütün dataları da silin orada. Bu günə kimi SQL-ə əlinizə nə əlavə eləmisinizsə. Allah hamısını silin çünki uca lazım deyil olar bizə. Hər şeyi biz admin panelinə əlavə eləyəcəyik. Nəysə, bu qədər bəsdir məncə bu günlük. Sabah da yavaş-yavaş həmən dediyim məsələlərə keçərik. Bilirsiniz də, yəni bunu yaratdıq, nə bilim neynədik, admin paneli necə işlətdik, elədik, sonra bunlar heç. Bundan da çıxım. Başqa məncə heç qalmadı. Sualınız var nəsə izah edeyim. Xeyr, yox. Heç yəni bunu siz də evdə videosu atacağam. Eyni şəkildə yazın siz də. Və yaxud da ki, GitHub-a atacağam, GitHub-dan baxın yazın. Bir şeylər eləyin. Neyse. Ben indi bunu GitHub'a atıp linkini Oldu. gönderdim size. Videosunu atamayacağım çünkü indi işim var. Atacağım GitHub'ın linki.